Son illər kredit götürənlər arasında yaşlı nəslin nümayəndələrin çox olması diqqət çəkir. Bildirilir ki, əvvəllər yaşlı insanlar kredit götürməyə ehtiyatla yanaşar, bunu təhlükəli hesab edərdilər. Son illər isə pensiya yaşında olan insanların kredit götürməyə daha meyilli olması müşahidə edilir. Qısa xəbər, az xəbər verir ki, Global Foqaza danışan iqtisadçı Pərviz Heydərov deyib ki, yaşlı insanlar kredit götürmək və borca girmək məsələsində indiki nəslə nisbətən daha konservativ idilər. Onlar banklara daha az müraciət edir, yalnız zəruri hallarda borc almağa cəhd göstərirdilər. Lakin hazırki nəsil cəmiyyətin inkişaf səviyyəsi əvvəlki dövrlə müqayisə, eləcə də tələb və təklifin dəyişməsi baxımından borc almağa daha meyillidir. Bankların da fiziki şəxsləri borc əsarəti altında saxlamaq imkanları geniş xarakter alıb. Pensiyaçıların kredit götürməsi isə birbaşa onların şəxsi ehtiyacları ilə bağlı deyil. Əksinə, bu halların əksəriyyəti gənclərin atdığı addımların nəticəsidir. Onlar himayələrində olan pensiyaçı valideynlərdən və ya digər yaşlı ailə üzvlərindən istifadə edərək kredit götürürlər. Sonda isə kreditin pensiyaçı tərəfindən alındığı görüntüsü yaranır. Əslində, borcu götürən gənclərdir. Sadəcə onların adından istifadə edilir. İqtisadçı əlavə edib ki, bu sayədə qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Gənclər himayələrində saxladıqları pensiyaçıların güzəşt imkanlarından yararlanaraq banklardan kredit götürürlər. Bu istiqamətdə məhdudiyyətlərin tətbiqi məqsədə uyğun olardı. Hüquqi normativ baza baxımından müvafiq çərçivələrin yaradılmasına ehtiyac var. Borclanmanın artması əslində köhnə nəslin kredit götürməsi anlamına gəlmir. Onların pensiyaçı kimi sahib olduqları güzəştlərdən sui-istifadə halları müşahidə olunur.